Cüməniz mübarək olsun, əziz müsəlmanlar. İlahi, bu Ramazan günlərində qəlbimizi qəflətdən, dilimizi qeybətdən, zehnimizi dünyadan qorudun. Gözümüzü Qur'anla işıqlandırdın. Bizə şükrü, duanı nəsib etdin. Biz layiq olmadıq, sən layiq gördün. Biz abid olmadıq, sən ibadətə dəvət etdin. Biz aşiq ola bilmədik, sən yenə də eşqinə məzhər qıldın. İlahi, sən necə də sevimli Allahsan, sən necə də seviləsi Allahsan. İzin vermə ki, yaxşı əməllərimiz bizə təkəbbür gətirə və günahlarımız bizi ümidsizliyə sürükləyə. Bizi öz sevginlə yaşat və qiyamət günü öz mərhəmətinlə qarşıla. Amin, ya Vədud. Amin.